Salam, hər vaxtınız xeyir olsun. Biz artıq HTML və CSS-in böyük bir hissəsini tamamlamışıq. İndi artıq daha vacib, daha advanced səviyyədə CSS dərslərini keçməyə başlayacağıq. Hardan başlayırıq? Responsive dizayndan. Responsive dizayn nədir? Responsive dizayn bizim veb saytımızın istənilən ölçüyə uyğun olaraq, ekran ölçüsünə uyğun olaraq tənzimlənə bilən olmağı deməkdir. Yəni, bu nə deməkdir tənzimlənə bilən olmaq? Məsələn, bizim tutaq ki, bir veb sayt hazırlamışıq. Bu veb sayt həm notebookda, həm televizorda, həm mobil cihazda, planşetdə hamısına uyğun olmalıdır. Bu hamısına uyğun etmək üçün də müəyyən texnologiyalar var, ondan istifadə edirik. Bunlar məsələn media query'lərdir, Flexbox və Grid texnologiyalardır. Bundan əlavə Fluid ölçü sistemidir, yəni daha axıcı ölçülər səhifəyə verməklə biz bunu əldə edə bilərik. Daha axıcı ölçülər deyəndə nəyi nəzərdə tuturuq? Məsələn, piksellərlə deyir, faizlə, VH-ilə, VW ilə işləmək ki, bunlar haqqında da mən danışmışam ölçülər dərsində. Bu səhifəni niyə açmışam? Burada Colorlib adında bir saytımız var. Burada veb sayt templateləri mövcuddur. Məsələn, sayta daxil olanda burada Free Website Templates adında başlıq var. Ora klikləyib istədiyiniz formada veb saytların burada görüntülərini əldə edə bilərsiniz. Məsələn, belə bir videoqraf saytımız var. Preview eləyək. Burada preview hissəsi var. Buna kliklədikdə veb saytın ilkin görünüşü bizim üçün görünən vəziyyətdə olur. Deməli, saytımız bu formadadır. Yəni, siz artıq belə deyək, öyrəndiklərinizlə belə bir sayt hazırlaya biləcək səviyyəyə çox yaxınsınız ki, öyrənməli olduğumuz bəzi digər texnologiyalar var, hansı ki, adlarını çəkdim, Flexbox, Grid və digər texnologiyalar. Onlar da qısa müddətdə sizə izah edəcəm. Deməli, responsive dizaynı görmək üçün mausu sağ klikləyirik. Burada inspect hissəsinə gəlirik. Gördüyünüz kimi artıq veb saytı istənilən ölçüyə uyğun biz burada tənzimləyə bilirik. Ölçüləri burada dəyişib göstərəcəm. Gördüyünüz kimi şəkillər müxtəlif ölçülərə uyğun olaraq burada tənzimlənir. Bizim veb saytımızda buna uyğun tənzimlənir. Menü hissəmiz bu formadadır. Normalda isə böyüklükdə bizə bu formada olur. Bəzi veb saytlarda ümumiyyətlə, hətta bir çoxunda bu cür hissə olmur. Gəlin, məsələn, başqa bir veb sayt açaq. Bunun previewsuna baxaq. Bootstrapla yığılan bir veb saytdır. Orada da HTML, CSS istifadə olunur təbii ki. Yəni, web proqramlaşdırmaya başlayırsınızsa, web developer olmaq istəyirsinizsə, HTML, CSS-i yaxşı səviyyədə bilməlisiniz hər bir halda. Inspect eləyək. Baxın, ölçüləri dəyişdirdikcə buradakı dəyişikliyə fikir verin. Gördüyünüz kimi artıq belə bir menyumuz yarandı. Bu tablet üçün görüntüdür. Məsələn, baxın, biraz da kiçiltsək, servis hissəsinin hər bir elementi, hər bir boksu daha kiçiləcək və artıq bir sətirdə hər biri yerləşir. Eyni ilə buradakı kartlar da o formada böyüklükdə kartlar. Gördüyünüz kimi burada kartlar yanaşı dayanır. Yaxınlaşdırdıqda isə bu formada görünür. Bu responsive dizayn budur. Burada məsələn müxtəlif mobil cihazların ölçüləri də yazılıb, tabletlərin, iPad Air, iPad Pro. Onların da adını yazıb, burada qeyd eləyib, necə göründüyünə baxa bilərsiniz həmin cihazlarda. Responsive dizayn budur. Biz responsive dizayn anlayışını digər mövzuları keçərək daha ətraflı qavrayacağıq və bunu praktik olaraq yazacağımız veb saytda göstərəcəyik. Yəqin ki, responsive dizaynın nə olduğunu başa düşdünüz. Növbəti dərsdə media query'lərdən danışacağıq.